Bakıda qadını qanunsuz azadlıqdan məhrum etmədə və döyərək öldürməkdə təqsirləndirilən Stanislavın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Today Press TV Pravda-aza istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dindirilmiş təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə elan olunmuş ittihamlar üzrə ifadə verilib. O, məhkəmədə özünü təqsirli bilmədiyini deyib və ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmadığını qeyd edib. İfadəsində Stanislav bildirib ki, zərər çəkmiş İrina ilə tanış olduqdan sonra ona uzun müddət maddi və mənəvi dəstək göstərib. Zərər çəkmiş şəxsin küçədə qaldığını, ona gecələmək, qidalanmaq və soyuq havalarda isinmək üçün köməklik etdiyini, əlindən gələn bütün vasitələrlə yardım göstərdiyini söyləyib. Zamanla aralarında yaxın münasibətlərin formalaşdığını söyləyib. Təqsirləndirilən şəxsin sözlərinə görə İrina çöldə qalmaqdan qorxduğunu, qohumlarının ondan imtina etdiyini deyib və haradasa yaşamaq üçün ondan kömək istəyib. Bu səbəbdən onlar birlikdə kirayə mənzilə köçüblər. Bildirilib ki, zərər çəkmiş şəxs qapalı xarakterli olub, qonşularla əlaqə saxlamayıb, mənzilinin açarı isə daima onun üzərində olub və istədiyi vaxt evdən çıxmaq imkanına malik olub. Stanislav qeyd edib ki, İrina spirtli içkilərdən tez-tez istifadə edib, xüsusilə tibbi spirt içdiyini deyib. Onun xəstəliyi barədə əvvəlcədən məlumatı olmadığını, vəziyyəti ağırlaşdıqdan sonra həkimə getməyi təklif etdiyini bildirib. Hadisə günü işdən evə qayıdarkən mənzildə ifunət gəldiyini, İrinanın özünü idarə edə bilmədiyini gördüyünü deyib. Onu təmizləməyə və çimməsinə kömək etdiyini, daha sonra dincəlməsini xahiş edərək evdən çıxdığını qeyd edib. Onun sözlərinə görə gecə saatlarında evə qayıtdıqdan sonra zərər çəkmiş şəxs yenidən ağır vəziyyətdə olub. Səhər saatlarında isə onu hərəkətsiz halda yerdə uzanmış vəziyyətdə tapıb. Dərhal yaxınlarına məlumat verdiyini, təcili tibbi yardım çağırıldığını, həkimlərin mərhumun ağır dərəcəli qaraciyər xəstəliyindən əziyyət çəkdiyini bildirdiklərini qeyd edib. Bu səbəbdən polis orqanlarına məlumat verilməsinə etiraz etmədiyini söyləyib. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiqləmədiyini vurğulayıb. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş qızı isə deyib ki, ibtidai istintaq dövründə ittiham aktında göstərilən hallar araşdırılıb. Zərər çəkmiş şəxsin qızı anası ilə təqsirləndirilən şəxsin münasibətlərinin olduğunu bildirib. Hazırda tərəflər arasında barışıq əldə olunmayıb. Lakin mərhumun qızının təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığı, onu bağışladığı və təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxdığı qeyd edilib. İttiham aktına əsasən Stanislav birlikdə yaşadığı 1968-ci il təvəllüdlü İrina adlı qadını uzun müddət fiziki və psixoloji zorakılığa məruz qoyaraq xüsusi amansızlıqla döyüb, nəticədə qadın aldığı ağır xəsarətlərdən ölüb. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərər çəkmişin köməksiz vəziyyətindən istifadə edərək xuliqanlıq niyyəti ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib, onun səhhətinə qəsdən ağır zərər vurub və ölümə səbəb olub. Zərər çəkmiş qadın qaraciyər sirrozundan əziyyət çəksə də, ekspertiza onun ölümünün Stanislav tərəfindən vurulan çoxsaylı xəsarətlərin nəticəsi olduğunu müəyyən edib. Ekspert rəyinə görə İrina baş beynin əzilməsi və ödemi, çoxsaylı qansızmalar, geniş hematomalar, həmçinin bədənin müxtəlif nahiyələrində ciddi əzilmələr səbəbilə həyatını itirib. Məhkəmənin hökmü ilə Stanislav 10 il müddətinə azadlıqdan məhrum edilib. Namiq Abbasov, Today Press TV.